Dərslərimizə yenə qaldığımız yerdən davam edirik. Bu dərsimizdə Əçobun o birisi səhifədə olan tapşırıqlarını həll edəcəyik. Vaxt itirmədən dərsimizə başlayaq. Deməli, çalışma 4-dən başlayır da. Deyir ki, Əçob 3, 15. Yəni, tapmamızı istəyir də bunu bizdən. Asandır uşaqlar. Böyük ədəd, Əçob dərsində sizə demişdim, böyük ədəd, ya daha doğrusu kiçik ədəd böyük ədədə bölünürsə, onda böyük ədəd Əçobdur. Onda bunların Əçobunu 15 götürəcəyik. Həmçinin 15-ə qalxısı bölünürsə, onda 15-i 12-ə götürəcəyik. Əçob. Əçob 90, 45. Əlbəttə ki, burada Əçob 90-dır. Çünki 45 90-ı qalxısız bölünür. Ona görə də Əçoblarını 90 götürəcəyik burada da. Əçob 25, 50, 100. Uşaqlar, burada ən böyük ədəd 100-dür. Görürəm ki, 25 də, 50 də 100-ə qalxısız bölünür. Bir də özü-özünə də qalxısız bölünür. Ona görə də burada da Əçobları 100 götürəcəyik. Əçob 7, 11. Bilirsiniz ki, heç bir ortaq sadə vurğuları olmayan ədədlər, yəni ədədlərin əçobları bir-birlərinin hasilinə bərabərdir. Bunların da hasili 77-dir. Demək, bunların əçobları 77-dir. Əçob 300 və 150. Buradan əçob 300-dür. Çünki 150 300-ə qalxısız bölünür. Bölünə bilir. Əçob 21, 25. Bunların da yenə heç bir, yəni ki, ortaq bölənləri yoxdur. Yəni, qarşılıqlı sadə ədədlərdir. Bir-birlərinə vuracaq bunları. Vurduqda görə neçə edir? 25 vurulsun 21. Bir şey daha yaxşı yazın. Düşür 1, 2, plus 5 limon, 5, 1, 2, 521. Burada da 521. Əçob 45, 46. Və uşaqlar, şifahi bilirəm ki, ən başlıca olaraq ard-barda gələn ədədlər sadə ədədlərdir. Məsələn, o birisindən 2 ədəd böyüdü, 3 ədəd böyüdü, qarşılıq sadə ədədlərdir. Amma ki, ard-barda gələn 2 ədəd, onu bilirəm ki, qarşılıq sadə ədədlərdir. Bir-birinə vuracaq. 45 vurasın 60. 45 vur 60. Şimdi 31, 6, 5, 33, 7, 6, 24, 27. 0 da bura ataq. 2700. Yox. 2700. 5 və 46 hasildir. Əçob 17, 23. Bunlar da qarşılıqlı sadə ədədlərdir. Bir-birinə vuraq. Və bunu şifahi tapaq. 17 və 23-ü bir-birinə vurduqda edir. 391. Əçob 51, 125. Bunların da deyəsən heç bir ortaq bölənlər yoxdur. Gəlin sadə vurğulara ayıraq. Hangi ədədlər deyə bunları sadə vurğulara ayırıb yoxlamalıyıq. Bu 3-ə bölünər. 1, 7. Bu niyə belə oldu? 17 sadə ədəddir, özünə bölünər. Bir dəfə. 125. 3-ə bölünmür, 4-ə bölünmür, 5-ə bölünür.
25. 25 5'ə bölünər 5. 5 də 5'ə bölünər 1. Hələ heç bir ortaq bölənlər yoxdur. Yəni ortaq vuruqlar yoxdur deyə bir-birlərinə vuracağıq. Hansı idi? 51 və 125. 51'i deməli 125'ə vuranda edir 6375. Da soxduramayacağıq. Əkop 11.99. Uşaq buradan baxıram ki 11.99'a qaraqsız bölünür. Onda əkopların böyük ədədi, yəni 99 götürəcəm. Vəssalam, deməli çalışma 4 ilə işimiz tutarız. Keçək çalışma 5'ə. Ən kiçik ortaq bölünən 34, 58 və 65 olan 2 natural ədəd gəlsin. Yəni əkopları. Məsələn 34'ə yaza bilərik. Əkop məsələn burada yazmayayım. Belə yaz. Əkop 17 2. Otuz dört. 34'ü bu şəkildə yaza bilərik. Yazarsınız bunu. 58. 58'i hansı şəkildə? Məsələn 27 2. 27 yox 29. Mənə bax 29. 2 bərabərdir 58'ə. Da köçürdərsiniz. İndi 65 yazaq. 65'i açıb 13 və 5 şəklində göstərə bilərik. Vəssalam, bu qədər. Baxaq indi çalışma 6'ya. Pişiyin bir sıçrayışın uzunluğu 50 cm, dovşanın bir sıçrayışın uzunluğu isə 45 cm-dir. Onlar eyni yerdən eyni istiqamətdə tullanmağa başlasan hansısı ən qısa məsafədə izlər birinin üstünə düşər? Burada siz də mənim fikirləşdiniz. Burada əkopların tapmamızı istəyir. Çünki eyni ortaq nöqtəyə gəlməlidirlər. Yəni ki, hansı nöqtədə gəlməlidirlər? Hansı nöqtədə yəni gəlməlidirlər? Özdə ki, ən qısa məsafədə. Yəni ki, burada əkobu tapmamızı istəyir. Əkop 45 50. Neçə bunlar gəlsə aralıqlar ayıraq. Xırda yazarıq da əkop 45'ə. Deməli 50 burasını yazmalıyam. Görəm bu 5'dən mən burada var, amma bu 2'dən üstdən mən də 9'a vurmalıyam. 450. Deməli çalışma 6'da cavab 450 olur. Uşaqlar başa düşmədinizsə yenə deyim. Baxın, yəni deyir ki, dovşan deməli pişiyin sıçrayışının uzunluğu 50 cm, dovşan isə bir sıçrayışının uzunluğu 45 cm. Deyir ki, onlar hasan izlər üst-üstə düşər ki, özdəki ən qısa məsafədə olsun.
Yəni ki, onlar tullanırlar. Axı qaçdıqları məsafələr artır, düzdür? Və artdıqca da şey olur da. Elə bil ki, artır. Yəni ona deyir ki, ən kiçik, yəni ortaq gəldiyi izlərin ən kiçiyini tapmamızı istəyir. Uşaqlar yadınızdadırsa mən sizə demişdim, əkrob böyük ədəddən kiçik ola bilməz. Bu da elədir də. Yəni ki, sizə necə izah edeyim? Yəni ki, bu dovşandır, bu da pişikdir. Sırayırlar. Bu 50. Bu 50 sırayır məsələn, bu 45. Bax, ortaq gəlir də, yəni izləri ortaq düşməlidir. Özü də ən kiçik olaraq. Yəni ki, buradan ən kiçik izlər ortaq düşməlidir. Özü də ən kiçik olaraq da ortaq düşməlidir. Onda yəni ki, bizdən bunu soruşursa, yəni biz bunların əşoblarını tapmalıyıq ki, görək hansı ən qısa məsafədə yəni ki, izləri üst-üstə düşər. Burada nə deyir? 2 natural A və B ədədlərinin hasili onların ən kiçik ortaq böləni ilə ən böyük ortaq böləninin hasilinə bərabərdir. A vurulsun B, əkrob AB, vurulsun əbob AB. Ən kiçik ortaq böləni. Hasili, hə. Nümunə burada da yazıb. Çalışma etdiyə baxaq. Çalışma etdidə bizə nə deyir? Əkrob AB 790, əbob AB 24 olarsa, A vurulsun B-ni tapın. Uşaqlar, mən bunu niyə fikirləşirəm? Görürsünüz, burada yazılıb da. Bunların niyə böyümür? Bunların deyir ki, hasili əşobları və əboblarına bərabərdir. Ana beyni bir-birinə vururuq. Yəni ki, elə bir ki, 790-ı 24-ə vururuq. Edir 18.960. Deməli, B variantı. Əkrob MN 48, əbob MN 66, M vurulsun M hasını tapın. Deməli edir 26.928 345. Deməli əkrob AB 345, A vurulsun 9315 olursa, hə, əboblarını tapmamızı istəyir. Əboblarını tapan zaman nə etməliyik? 9315-i bölməli 345-ə edir 27. Əbob AB-yi 82, vurulsun B 10.168 olsa, əkrob AB-ni tapın. 10.168-ə bölək 82-yə edər 124. Hesablayın. Əkrob 35-77. Uşaqlar, çalışma 8-i sizə tapşırıq olaraq verirəm. Əşrobun tapılma qaydasını bildiyinizə görə çalışma 8-i də özünüz həll edə bilərsiniz. Yox, burada bizə başqa şey deyir. Əkrob 35-77 bölü əbob 35-77. Bunu sizə tapşırıq olaraq verirəm. Həll edərsiniz. Deməli, bunların
İnşallah deyik ki, vermiş misallar üçün əşob AB bölünsün əbob AB-nin şeyə bərabərdir. Öncə bunların əşoblarını tapmalıyıq. Əşoblarını burada yazdım, tapdım və yazdım. 168 edir. Əbobları isə gəlin tapaq. Tabanlar 2, 2, 2. 8. Şeydə 8-ə bərabərdir. Əboblar 8-ə. Əşoblar 168-ə bərabərdir. Deməli 168 və 8-ə böləndə 21 düşür. C burada 21-ə bərabər olur. Uşaq bildiniz nədə tapdım. Öncə A variantında göstərildiyi 24 və 56-nın əşoblarını tapdım 168 və əboblarını tapdım 8 və bir-birlərini 168-i 8-ə böldüm. Əşobu əboba böldüm və C-ni aldım. 21 elədi. Burada qaydası yazılıb onsuz da. Qalanlarını da siz özünüz bu qayda ilə edərsiniz. Ona baxaq. A və B ədədlərinin qarşılığı sadə ədədlərdir. Aşağıdakıları müəyyən edin. Əbob AB əşob AB qarşılıqlı sadə ədədlərsə əbob 1-ə bərabər olacaq. Əşobları isə onların hasilinə x vurulsun z-ə. Və əşob AB və əbob AB, yəni ki, əşobları bir-birlərinin hasili, əbobları 1, bunları bir-birlərini toplayarıq. Məsələn, tutalım ki, əşobları 8-dir. 8 olmasın, bir 9 olsun. Üstünə gələn 1, onu eləyir. Bu qayda ilə. Əbob deməli, əbob AB vurulsun əşob AB-yə. Yəni ki, əboblar bundan biridir, əşoblar da bir-birlərin hasilinə bərabərdir. Əbobu bunlar bir-birlərin hasili, məsələn, tutalım ki, 11-dir. Yox, 11 olanmaz, məsələn, 18 olsun. Bu da 1-dir. Deməli, bunlar bir-birinə vururuq. Məsələn, tutalım ki, uşaq 18 idi. Və yaxud da burada başqa ədəd qoya bilərsiniz. Əşob 18, mən əşobu bölərəm əboba, 18-i bölərəm 1-ə, 18-ə bərabər olar burada. 18-ə bərabər olar. Vəssalam, onunla işimiz bitdi. Keçək 11-ə. 11-də bizə nə deyir? M ədədi n-in bölünənidir. Aşağıdakıları müəyyən edin. Burada məlum oldu ki, n ədədinin, yəni ki, m ədədi n-in bölünənidir. Yəni ki, bu m n-dən böyükdür. 12 qatı ola bilər, 3 qatı ola bilər və s. Aha. Məsələn, m yerinə qoyaq 75, n-in yerinə də qoyaq 25. Axı m n-in bölünəndir, ona görə. Bunları belə qayırım. Elə bilərsiniz 7525-dir. 75, o da 25-dir. Əbobları bunlar neçə ola bilər? Əlbəttə ki, kiçik ədəd.
Çünki əbob uşaqlar 2 ədəd bu ədədə bölünürsə, siz bilirsiniz də əbob dərsindən. Onda əbob 2 ədəd olar, yəni 25. Dəqiq bunu sərgəli yazım. Əçob MN əlbəttə ki M olar, yəni ki 75. Bu ədəddə yəni. C variantında nə deyir? Əbob MN vurulsun əçob MN. Yəni əbobları 25, əçobları 75, 25. Elə əbob MN vurulsun əçob MN, elə bil ki M ilə N-i bir-birinə vurursan. M vurulsun N. Bərabərdir M. Burası N. Bərabərdir, yəni 75'i vururam 25'e. Eləyir 1875. Əçob MN plus əbob MN. Yəni ki, bunların əçobları, yəni ki, M ilə N-i elə bil ki, toplayırıq. M plus N devam edir bu. M plus N yəni ki 75 dan yazıram qalanı 75 plus 25 bərabərdir 100'ə. Əçob MN bölünsün əbob MN. Elə bil ki uşaqlar M-i N-ə bölürük. Burada da. Niyə görə? Çünki onsuz bunların əçobları axı N ədədi M-ə bölünürsə, əçobları M eləyəcək. Əbob da ki N M-ə bölünürsə də əboblar da N eləyəcək. Ona görə də elə bil ki bu M-dir, bu da N-dir. Bu N-dir, bu da M-dir. Yəni ki M-i N-ə bölürük elə bil ki, yəni ki 75'i 25'ə bölürük də. Uşaq, bura istəsəniz başqa ədəd də qoya bilərsiniz. Mən özüm sizə başa salmaq üçün bu ədədləri qoydum. Ora 30 və ya 30 və 60 da qoya bilərsiniz. 30, 90 da qoya bilərsiniz. 3 75 plus 20. Hamısını yazdıq da. Deməli, axırıncı çalışmamıza baxaq. 12-ci çalışma. Samir və bunun ölçüsünü kiçildim. Samir və Nail qumlu sahildə eyni yerdən, eyni istiqamətdə hərəkətə başladılar. Samirin addımının uzunluğu 65 sm, Nailin addımının uzunluğu isə 75 sm-dir. 195 metr məsafədə onların ayak izləri nəsə dəfə üst-üstə düşər. Yaxşı sualdır. Bax, elə bil ki 195 metr 19500 santimetrdir. Yəni ki deyir ki bunlar ayak izləri nə tərəfə üst-üstə düşər. Deməli, Nailin addımının uzunluğu 75 cm. Uşaqlar, elə bil ki, gəlin bunu sxem şəklində göstərək. Bu Samirdir. Bu Naildir, düzdür. Bunlar irəliləyirlər hər ikisi. Deməli, Nail 75 cm.
Naili bu deyə. 75 santimetr. Samirin addımı 65 santimetrdir. Onlar gedirlər də. Samir addımları 65-65 artır. Onda Nailin də addımları 75-75 artır. Uşaqlar, mən bunların ayaqlarının nə vaxt üst-üstə düşdüklərini tapmaq üçün nə etməliyəm? Əlbəttə ki, bunların əşoblarını tapmalıyam. Gəlin tapaq. 65 və 75-in əşobları. 65, 75. Olur. 65 5'ə bölünər. 13. 10 dəfə düşərdə 13 də özünə bölünər, bir dəfə düşər. 75 isə 3'ə bölünər 25. 25 də 5'ə bölünər 5. 5 də 5'ə bölünər 1. Mən bunların əşoblarını tapmaq üçün öncə 75'i vurmalıyam, 65'də ortaq olmayanlar, yəni ki 13'ə vurmalıyam. Çünki 5'dən məndə var, bunu götürmürəm, vururam 13'ə. Neçə edir? Edir 975. Buradan yazım. 975. Uşaqlar, bunlar deməli 975 santimetrdən bir addımları üst-üstə düşür. Amma uşaqlar 195 metri çarpıb santimetr kimi olsun. Burada deyir ki metrdə. Metr olduğuna görə bu santimetrə çevirəm. Bu 19500 santimetrdir yolun uzunluğu. Bu da hər 975 santimetrdən bir addımları üst-üstə düşür. Amma neçə dəfə 975, yəni neçə dəfə üst-üstə düşür? Yolun uzunluğu 19500 olduğuna görə 19500-ü 975-ə bölməliyəm. Belə. Şeydi 975. Deməli 3 dəfə, yox 2 dəfə 5 kim 11 yadda, 7 kim 14 5 bir yadda, 9 kim 18 bir yadda, 19 0 da artıqda bu yanına ataram. Uşaqlar, deməli hər bunun burasını pozmaq yoxdur. Deməli uşaqlar, hər 20 dəfə 975 santimetrdir. Hər axı 975 santimetrdən bir addımları üst-üstə düşür. 975 deyir ki, yolun uzunluğu 19500 santimetr olduğundan 975, yəni ki, neçə dəfə üst-üstə düşəcək? Yəni 19500-ün tərkibində neçədən 975 var. Cavab da olur 20. Uşaqlar, deməli, çarpma 12-nin də cavabı oldu 20 santimetr. Bunu silək, elə bilər cavab budur. Ona görə bunu silək. Cavab oldu 20 santimetr. Uşaqlar, bugünlük bu qədər. Bu videoda sizin üçün yararlı olarsa, bunu videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Uşaqlar, bir də ki, bir dənə söz deyim. Mən orada görürəm ki, yəni bəyənənlərin sayı azdır da. Siz elə bilirsiniz ki, yəni mən uşağım, sizə səhv izah edirəm. Xeyr, mən onları əvvəlcədən hesablayıram, görüm necədir bu. Yəni ki, hamısı yəni ki, misalları necə həll elədiyimi əvvəlcən hesablayıram, sonra da onları sizə tətbiq edirəm ki, nədər bunu hesablamaq lazımdır. Mən ona görə də orada görürəm ki, elə də çox bəyənmirsiniz də, yəni ki, baxışların sayı çoxdur, amma bəyənənlərin sayı azdır. Uşaqlar, mən bura kənd yeridir. Mən
internetlə nə qədər megabayt xərcləyirəm videolar yükləmək üçün. Özdə ki, çalışdığım qədər qısa çəkirəm ki, bezməyəsiniz də, çərləməyəsiniz. Bilirəm ki, video qısa, nə qədər qısa olsa, belə çox izləyir də adam. Mən ona görə də çalışıram ki, qısa çəkeyim. Siz də çalışın ki, videomu bəyənin. Wi-Fi işarəsinə baxmayın. Əslində, başqa bir telefondan paylamışam və oradan qoşulmuşam. Yəni bu qədər ki, bu qədər. Yəni ki, mənə dəstək verin də. Yəni, Wi-Fi biz Ağaşəhər yerindədir. Wi-Fi olsa 3 gündən bir çəkərəm sizə. Like eləməyi üzrə də vacibdir, amma internetdən çəkirəmsə, yəni ki, bu dəyərimizi qiymətləndirin. O YouTube-da nətər deyirlər? Deyirlər ki, yəni ki, bu dəyərimizi videonun dəyərini qiymətləndirin də, yəni o mənadadır. Dərsimiz bu qədər uşaqlar. Bir sonraki video dərsdə görünəşənə qədər. Özdə ki, bir söz də deyim. Əgər like'lar 500 dənə olarsa dərsimə davam edəcəm. Sağ olun.